Məsələlərimiz coğrafi koordinatlardan olacaq və coğrafi koordinatlardan yenə də Time Test Bankından imtahana düşə bilən suallara baxacaq və başlayırıq birinci suala. Deyir 20 dərəcə qərb uzunluğu, 20 dərəcə şimal enliyi kəsişdiyi, şimal enliyinin kəsişdiyi yerdən hərəkətə başlayan təyyarə hansı coğrafi koordinatlara hərəkət etməlidir ki, cənub-şərq istiqamətində getsin? Gəlin birinci sual 1. 20 dərəcə şimal enliyi, 20 dərəcə şimal enliyi, düzdür? Bu da 20 dərəcə qərb uzunluğu. Diqqət, zəhmət olmasa 20 dərəcə qərb uzunluğu. Deməli, bu hansı istiqamətlərdə getməlidir ki, üzü cənub-şərqə getsin, qeyd etdiyi kimi, belə getsin. Cənub-şərqə getsin. Aydın oldu. Deməli, bu 20 şimal enliyindən aşağı gəlməlidir. 10 şimal enliyi, nə bilim də, 20 şimal enliyindən aşağı gəlməlidir. 20 qərb uzunluğundan da şərqə getməlidir. Deməli, baxırıq. 25 şimal enliyi bundan yuxarıda da A variantı olmaz. 20 şimal enliyi olmaz, 10 qərb uzunluğu olmaz. Çünki 20 şimal enliyindən 10 qərb uzunluğuna yalnız qərb istiqamətdə getmiş olur. 20 cənub enliyi olar, 10 qərb uzunluğu olmaz. Çünki, olar. 20 cənub enliyi 10 qərb uzunluğu. Baxın. Bu 10 qərb uzunluğudur. Diqqət. 10 dərəcə qərb uzunluğu. Bu da 20 dərəcə cənub enliyi. Düzdür? 10 qərb uzunluğu 20 cənub enliyi. Gördünüz? Cənub-şərqə getmiş oldu. Doğru cavab C variantı. Sonra deyir ki, hansı paralel üzərində 444 dərəcə 444 kilometr məsafə qət etsək, daha çox meridian keçmiş olaraq. Dəyərli həmkarlar, meridianlar qütbləri birləşdirən yarım çevrələrdə, düzdür? Meridianlar qütbləri birləşdirən nələrdir? Yarım çevrələrdir. Bax, ekvatordan qütblərə doğru getdikcə diqqət etsəz görərsiniz ki, meridianlar arasındakı məsafə nə olur? İki meridian arasında. Burada bu meridianla bu meridian arasında ekvator boyu ərazidə məsafə çoxdur, yoxsa qütbə getdikcə məsafə çox olur? Əlbəttə, ekvator boyu ərazilərdə məsafə çoxdur. Yəni, iki meridian arasında, qonşu meridian arasındakı məsafə paralelin 1 dərəcəlik qövsünü əmələ gətirir. Məsələn, tutaq ki, bu ekvatordur. İki qonşu meridian arasındakı məsafə 111,4 kilometrdir. Və yaxud da bu 40 şimal enliyidir. Tutaq ki, iki qonşu meridian arasındakı 1 dərəcəlik məsafə 85,4 kilometrdir. Deməli, mən 444 kilometr sual necə idi? Bir dənə baxaq. Hansı paralel üzrə 444 kilometr məsafə qət etsək, daha çox meridiandan keçmiş olarıq? Daha sıx çəkilən yerdən, yəni qütbə yaxın olan ərazilərdən, meridianların aralarındakı məsafənin az olduğu ərazilərdən. Bu da hansı varianta uyğun gələcək? Təbii və birmənalı şəkildə 80 dərəcə şimal enliyi. Üçüncü test tapşırığına baxaq. Deyir ki, 32 şimal enliyindən şimala və cənuba 4107 kilometr hərəkətə başlasaq, hansı paralellərə çatmış olarıq? Diqqət. Deməli, 32 şimal enliyini qururam. Diqqət eləyin, zəhmət olmasa. 32 dərəcə şimal enliyi. İndi istər şimala 4107 kilometr, istərsə də cənuba 4107 kilometr hərəkət elə. Biz meridian üzrə hərəkət eləyirik. Buna görə 4107-ni əlimdə kalkulyator olmadığı üçün bölmək məcburiyyətindəyəm. 37 dərəcə. Deməli, həm şimala 37 dərəcə gedəcəm, həm də cənuba 37 dərəcə getmiş olacam. 32 şimal enliyindən, bu da tutaq ki, ekvatorda. 32 şimal enliyindən 37 dərəcə şimala gedəndə gəlib çatacam 69 dərəcə şimal enliyinə. Elə deyil. Deməli, məntəqəmizin biri 69 dərəcə şimal enliyi. Aydın oldu. Və 37 cənub enliyinə gələndə, 37 dərəcə cənuba gələndə, bunun 32 dərəcəsini gəldim 37-nin. Əlimizdə nə qaldı? Bu 32 dərəcə ekvatora qədər gəldim. Əlimizdə neçə dərəcə qaldı? 5 dərəcə. Bu 5 dərəcəni də cənuba gələndə gəlib hara çatıram? 5 dərəcə cənub enliyinə. Deməli, 69 dərəcə şimal enliyi, 5 dərəcə cənub enliyi. Baxın, 69 dərəcə şimal enliyi, 5 dərəcə cənub enliyinə gəlmiş olacaq.
Hansı şəhərin yerləşdiyi paralelin uzunluğu 30.744 kilometrdir? Paralellər bilirik ki, tam çevrədir, əziz həmkarlar. Tam çevrə neçə dərəcədir? 360 dərəcədir. 360 dərəcəsi 30.744 kilometrdirsə, 1 dərəcəsi nə qədərdir? X. X bərabərdir. Görək neçə kilometrdə? 1 dərəcənin neçə kilometr olmasını biləndən sonra artıq biz o paraleli tapmış hesab olunuruq. 30.744 kilometri bölürəm 360 dərəcəyə. Bu da hardasa 85,4 eləməlidir. 85,4 kilometr eləyir. 85,4 də day məşhurdur da. 40 dərəcə paralelin 1 dərəcəyə qoysunun uzunluğu da 85,4. Deməli, paralelin 30.000 də hansı şəhərin yerləşdiyi paralelin uzunluğu 30.744 kilometrdən qısa olar. İndi bu bizim axtaracağımız şəhər 40 dərəcə şimal enliyindən şimalda olmalıdır. Baxaq. Ekvadorun paytaxtı Quito. Olmaz. Pakistan paytaxtı İslamabad. Olmaz. Mexikonun paytaxtı, Meksikan paytaxtı Meksiko. İranın paytaxtı Tehran. Amma Rusiyanın paytaxtı Moskva bizdən daha şimaldadır. Daha şimaldadsa, biz bilirik ki, ekvatordan qütblərə doğru getdikcə paralellərin uzunluqları azalır və onların 1 dərəcəlik qövsləri də azalır. Moskva şəhərdir doğru cavab. Tamam. Növbəti suala baxırıq. Deyir ki, Bakı şəhəri ilə Şimal tropiki arasındakı məsafə 5550 kilometr olarsa, yer kürəsinin orbit müstəvisinə meyilliliyi neçə dərəcə olar? Gəlin Bakı şəhəri 40 dərəcə şimal enliyi. Diqqət zəhmət olmasa qoy təzə vərəq götürün bir saniyə. Deməli, bu Bakı şəhəri. Bakı şəhəri 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyi. Və şimal tropiki qeyd eləyək. Şimal tropiki. Şimal tropiki ilə Bakı şəhəri arasında nə qədər məsafə var? 555 kilometr. İndi bizim meridian üzrə olduğumuza görə biz 555-i 111-ə bölüb tapırıq ki 5 dərəcə. Deməli Bakı şəhəri ilə şimal tropiki arasında 5 dərəcə fərq var. 40-dan 5 dərəcə aşağı gələndə hara çatırıq? 35 dərəcə şimal enliyinə. Deməli bu bizim oldu nə? Şimal tropikimiz. Düzdür. Normalda tropik neçədən keçir? 23,5-dən. Məhz buna görə qütb dairəsi neçədən keçir? 66,5-dən. Cəmi 90 eləməlidir. Tropik 23,5-dən keçdiyinə görə qütb dairəsi 66,5-dən keçir. Və qütb dairəsi neçədən keçirsə yerin meyilliliyi də o qədərdir. İndi yerin meyilliliyinin dəyişməsi nəticəsində tropik neçədən keçir? 35 dərəcə şimal enliyindən. Onda belə çıxır ki, qütb dairəsi neçədən keçəcək? 55 dərəcə şimal enliyindən. 55 şimal enliyindən qütb dairəsi keçirsə, deməli yerin xəyali orbit müstəvisinə neçə dərəcə meyillidir? 55 dərəcə meyillidir. Doğru cavab E variantı. Və çox vacib bir detal, ürəyimə damıb bu tip sualın düşmə ehtimalı çox böyükdür. Coğrafi koordinatları 70 şimal, 20 şərq uzunluğu. Coğrafi koordinatları 70 şimal enliyi, 20 dərəcə şərq uzunluğu. Yadda saxlayın. Coğrafi koordinat belə olanda deyir ki, yerə bastırılmış ox yerin mərkəzindən keçməklə hansı coğrafi koordinatlara malik olan məntəqədən keçər? Burada dəyişən nələr olacaq? Bu gördüyünüz paralelin dərəcəsi dəyişmir. Olur nə? 70 dərəcə. Dəyişən şimal idi olur nə? Cənub enliyi. Yəni paralel dəyişmir. 70 şimal idi olur 70 cənub. Düzdür. Dəyişən burada 20 şərq uzunluğudur. Əks meridiyana keçirdi. Olur nə? 160 qərb uzunluğu. Meridianların cəmi 180 dərəcə eləməlidir. Aydın oldu. Fikrim çatdı. 20 şərq uzunluğu idi. Olacaq nə? 160 qərb uzunluğu. Deməli 70 şimal enliyi 20 şərq uzunluğundan olan məntəqədə yerə bastırılmış ox yerin mərkəzindən keçməklə hansı coğrafi koordinatlara malik olan məntəqədən çıxacaq? 70 cənub enliyi, 160 qərb uzunluğu. 70 cənub enliyi, 160 qərb uzunluğu. Diqqətli olun. Son dərəcə diqqətli olun, əziz həmkarlar.
Coğrafi Patsoxunun mənə verdiyi sual. 50 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şimal enliyi, diqqət, çox xahiş edirəm. 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şərq uzunluğu. %50 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şimal enliyi 130. Yəni eyni meridian üzərində, eyni paralel üzərindədir. 50 dərəcəlik paralel. 50 dərəcə 130 dərəcə qərb uzunluğu deyib də. Hə. 130 dərəcə qərb uzunluğu. Bunlar arasında ən qısa məsafə. Baxın. Meridianlara xüsusi diqqət edin. Bax bu meridianlar nədir? Meridianların dərəcələri 180-da tamamlandı. Görürsünüz? 130, 50. Deməli mən bunu qütb başmaqla gedirəm. Burada məni nə gözləyir? 90 dərəcə şimal enliyi. Diqqət, diqqət, diqqət. Heç kim çıxmasın. Diqqət. 90 dərəcə şimal enliyi. Yəni bunlar arasındakı ən qısa məsafə. 50 dərəcə şimal enliyindən 50 dərəcə şərq uzunluğu üzrə 90-a gedəndə neçə dərəcə getmiş olam? 40 dərəcə. Gördünüz? 50, 90-a gəldim 40. İndi 90-a çatanda 130 dərəcə qərb uzunluğu üzrə ayrıdan 50 şimal enliyinə qaydanda nə qədər qaydıram? Yenə də 40 dərəcə. 40, 40. Nə qədər elədi? 80 dərəcə. Mən hansısa bir paralel üzrə getməmişəm ki. Meridian üzrə getmişəm də. Meridian 1 dərəcəyə qövs nə qədərdir? 111 kilometr təxminən. Bu deyilir nə qədər 80-a vuranda? 8880 kilometr. Cavab 8880 kilometr. Pekin şəhərinin yerin xəyali oxu ətrafında fırlanma sürətini hesablayın kilometr bölünsün saatla. Bunun 3 alternativ yolunu deyəcəm. Pekin şəhərinin yerin xəyali oxu. Biz bilirik ki, bir dənə ekranı yaxınlaşdıraq. Biz bilirik ki, Pekin harda yerləşir? 40 dərəcə şimal enliyində. Hər hansı bir paralel üzrə yerin fırlanma sürətini tapmaq üçün həmin paralel sürət nədir? Kilometr bölünsün saat. Düzdür? Və yerin öz oxu ətrafında fırlanma sürəti. İndi Pekin 40 dərəcə paraleldir. Gəlin bu 1 dərəcəsi birlik 85,4 kilometrdir. Son dərəcə diqqət edin. Bəs bunun görə 360 dərəcəsinə qədərdir? X kilometr. Deməli x bərabərdir 85,4. İkinci yolunda deyəcəm, alternativ yolu var. 360 dərəcə. Bu deyilir 30.744 kilometr. Düzdür. Mən tapdım ki, paralelin ümumi uzunluğu 30.744 kilometrdir. Yəni mənim sürətimdə kilometri tapdım. Zaman da öz oxu ətrafında nə qədər vaxta fırlanır? 24 saata. İndi sürəti tapmaq üçün gedilən yolu 30.744 kilometri bölüləm 24 saata. Kilometr bölünsün saat. Aha, o deyilir 1281 kilometr saat. İndi bunun alternativ yolu nədir? Mən birinci 85,4'ü nəyə vurdum? Göründüyü kimi 360 dərəcəyə. 85,4 kilometri vurdum 360 dərəcəyə. Sonra nəyə böldüm? 24 saata. İndi əziz həmkarlar, 360-dan 24-ü ixtisar eləyəndə 24-də qaldı 15. Deməli mən təkcə ilə 85,4'ü 15'ə vurub 1281 kilometr saat ala bilərəm. Deməli, istənilən paralel üzrə yerin fırlanma sürətini tapmaq üçün həmin paralelin 1 dərəcəlik qövsünü 15'ə vurmaq yetərlidir. Aksiyoma, isbatı ehtiyacı yoxdur. Hə, indi biz tapdıq ki, 1281 kilometr. Bu cavab 1281'dir. Hanı o? Bu deyil. C bəndə. İndi bizim qarşımıza çox vaxtı belə çıxır. 1281 kilometr bölünsün saat. Düzdür? İndi bəzən olur ki, deyir metr bölünsün saniyə ilə tap. Bunun üçün 1281 kilometrdə metrə keçmək üçün 1 kilometrimiz necə metrdir? 1000 metr. 1 saatımız 60 dəqiqədir. Hər dəqiqəmizdə 60 saniyədir. Onda belə çıxır ki, 1 saatımız neçə saniyədir? 3600 saniyə. Hə, indi burada nə alınacaqsa, o da metr bölünsün saniyə ilə də. Amma verilən şərtlər daxilində bizdə kilometr bölünsün saatla tapdığına görə cavab 1281 kilometr saatdır. Necə tapdıq? Pekin şəhəri 40 dərəcə şimal enliyindədir. 1 dərəcəlik qövsə 85,4'dür. Vurdum 15'i aldım buna.
Aydın oldu. Daha sonra gəldik. Növbəti vərəqi götürürəm. Diqqət. Bakıdan 90 dərəcə azimutla 2135 kilometr məsafədə yerləşən nöqtənin coğrafi koordinatları. Bakı bir dəqiqə. Bakı 40 dərəcə şimal enliyi. 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şərq uzunluğu. Bakıdan 90 dərəcə azimutla. Bu şimal 0, bu cənub 180, bu qərb 270, bu da 90. Yəni bu istiqamətdə 90 dərəcə azimutda nə qədər? 2135 kilometr. 2135 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatı. İndi mən paralelin bir dərəcə, görürsünüz burada veribdir 85.4. Bunu verməyə də bilər. Yəni siz 40 dərəcə paralelin bir dərəcə görsün uzunluğunu 85.4 kilometrini gözləməyin ki, mütləq şəkildə verəcək. Bu əzbərdən bilməliyik. Deməli, gəlin görək bu 2135 kilometr 40 dərəcə paralel üzrə neçə dərəcədir? 2135-i 85.4-ə Elmir müəllim bölün, zəhmət olmasa. Kimsə bölsün. Mənim kalkulatorum yoxdur Bir yanımda. dənə telefon gətir. Qara telefon var o. 25 dərəcə. 25 dərəcə. Qoy bura. 25 dərəcə. İndi 50 dərəcəlik paraleldən 25 dərəcə gələndə 50-ün üstə 25 gələndə 75 dərəcə şərq uzunluğuna gəlib çatırıq. O biri telefon gətir, kalkulyatorundan istifadə edeyim. Deməli, mən hara gəldim, çatdım, paralel dəyişmədi. 40 dərəcə şimal enliyi, 75 dərəcə şərq uzunluğu. Gördünüz? 40 dərəcə şimal enliyi, 75 dərəcə şərq uzunluğu. Bax, yenə də 80 şimal enliyi, 80 şimal enliyi, bax, 80 şimal enliyi, 80 şərq uzunluğu, 80 şərq uzunluğu, 80 birinci məntəqə budur, 80 şimal enliyi, 100 qərb uzunluğu. Diqqət edin, zəhmət. Bax, yenə də bunlar arasındakı ən qısa iki məsafəni soruşur. Deməli, biz nə edəcəyik? Görürük ki, tamamlanır 180-da. Deməli, mən qütbaşmaqla həll eləyəcəm. Deməli, bax, 80 şimal enliyindən 90-a gəlmək üçün nə qədər gəlməliyəm? 10 dərəcə. 90-dan ayırdan bu meridian üzrə nə qədər qayıtmalıyam 80 ayırdan 10 dərəcə. 10 toplam 10 nə qədər eləyir? 20 dərəcə. Nə üzrə? Meridian üzrə. 1 dərəcə qövs nə qədərdir? 111. Vurdum. 2220 kilometr edəcək. Görürsünüz? Sonra bir coğrafi koordinatı 30 şimal düşmə ehtimalı böyük olan bir şeydir. Sertifikasiya, miqə yox. Coğrafi koordinatı 30 şimal 90 şərq uzunluğu olan məntəqə. Qururam Bakıdan. 30 şimal 30 şimal enliyi 90 şərq uzunluğu. Bax. 90 şərq uzunluğu. 30 şimal enliyi 90 şərq uzunluğu olan tutaq ki bir X məntəqəsidir. Deyir Bakıdan hansı istiqamətdədir və Bakının bu məntəqədən hansı? Gəlin indi Bakını quraq. Qurmağı bacarmalıyıq. Bakı 40 dərəcə şimal enliyidir. Aşağıda çəkə bilmərəm ki, yuxarıda çəkməliyəm. Deməli yazıram bura. 40 dərəcə şimal enliyi. 50 dərəcə şərq uzunluğu da 90-dan bu tərəfdədir. Bu da 50 dərəcə şərq uzunluğu. İndi bunların ikisinin kəsişməsi də buradır. Burada yazıram Baku paytaxt. İndi bu məntəqə X məntəqəsi deyir Bakıdan hansı istiqamətdədir? Cənub, şərq. Bəs deyir Bakı bununla hansı azimutdadır? 315 dərəcə. Desəydi bu məntəqə Bakıdan hansı istiqamətdə və azimutda deyəcəkdin cənub şərq 135 dərəcə. Amma deyir X məntəqəsi Bakıdan hansı istiqamətdədir? Cənub şərq və Bakı X məntəqəsindən hansı azimutdadır? 315 dərəcəlik azimut. Cənub şərq 315 dərəcə. Aydın oldu. Bəzi fərqli suallara baxaq. Zəhmət olmasa gözləyin. Bəzi fərqli suallara baxacağım. Deməli buna baxaq, zəhmət olmasa. Təyyarə əvvəlcə
0 dərəcə azimutla təyyarə əvvəlcə 0 dərəcə azimutla ekvatorla 60 dərəcə şərq uzunluğunun kəsişməsindən. Bu ekvator bu 60 dərəcə şərq uzunluğu. Bu 60 dərəcə şərq uzunluğu. Diqqət eləyin əziz həmkarlar. Bu ekvator bu 60 dərəcə şərq uzunluğu. Deyir təyyarə əvvəlcə 0 dərəcə azimutla. Yəni başlanğıc məntəqə budur. 0 dərəcə azimutla nə qədər? 4440 kilometr. Nə üzrə gedir? Meridian üzrə. 4440-ı bölüləm 111-ə eləyir 40 dərəcə. Deməli bu 40 dərəcə şimala getdi. Ekvatordan 40 dərəcə gedəndə hara gedib çatacaq? 40 dərəcə şimal enliyinə. Hal-hazırda çatdığı məntəqə 40 dərəcə şimal enliyidir. Daha sonra isə qərb istiqamətdə 5551 kilometr. Yəni qərb istiqamətdə 5551 kilometr hansı paralel üzrə? 40 dərəcəlik paralel üzrə. Yadda saxlayın. 40 dərəcəlik paralel üzrə. 40 dərəcə paralelin də 1 dərəcəlik qövsü 85,4 kilometrdirsə, bəs görək neçə dərəcəsi 5551 kilometrdir. Bunun üçün 5551 bölüləm 85,4-ə eləyir 5551 bölünsün 85,4 eləyir 65 dərəcə. Deməli mən buradan 40 dərəcə şimal enliyi 60 dərəcə şərq uzunluğundan 65 dərəcə gəlməliyəm bu izə. Əlbəttə 60 dərəcə gələndə məni nə qarşılayacaq? Greenwich meridianı. Yəni 65 dərəcəlik uzunluğun fərqinin 60 dərəcəsini gəldim. Əlimdə nə qədər qaldı? 5 dərəcə. Yəni 60 dərəcə bu şərqdə idi. 5 dərəcədə bu izə gələndə hara gəlib çatıram? 5 dərəcə qərb uzunluğuna. Çatdığım məntəqənin coğrafi koordinatını istəyir. 40 dərəcə şimal enliyi, 5 dərəcə qərb uzunluğu. 40 şimal enliyi. 5 dərəcə qərb uzunluğu. Yadda saxlayın. 40 şimal enliyi, 5 dərəcə qərb uzunluğu. Daha sonra şimal yermişə yerləşməyinə şimal nə qədər ehtiyacı yoxdur. Deməli, gəldi bir dənə bagat məsələ var, belə deyək də. 20-ci test tapşırığına baxacaq. Deyir ki, 40 dərəcə şimal enliyi, 60 dərəcə şərq uzunluğunda yerləşən məntəqədən. Yox, bu da asandır. Asandır. Deyir ki, A, B, C, D məntəqələr arasında ümumi məsafə 9990 kilometrdir. Düzdürmü? Bax görürsünüz, A-dan B-yə 25 dərəcədir. B-dən C-yə 15 dərəcədir. 10 dərəcə, 5 dərəcə. C-dən D-yə yoxdur. Biz C-dən D-yəni tapmalıyıq. Əslində, bunlar meridian üzrədir. Bu da ekvator üzrədir. Təxminən ortalama bunları neçə dərəcə götürürük? 111 dərəcə, düzdür hamısı. İndi iki yolu var da bunun. İki yolu var. İki yolunu izah eləyəcəm. Birinci gəlin görək bu ümumi məsafə nə qədər idi? 9990 kilometr. Okey mi? 9990 kilometr. Bölürəm nəyə? 111-ə. Bu ilə neçə dərəcə? 90 dərəcə. İndi 90 dərəcədən bir çıxırıq. 90-dan çıxırıq birinci neçə dərəcəni? 25 dərəcəni. 90-dan çıxdım 25-ə. Nə qədər elədi? 65 dərəcə. Okey. 65-dən çıxırıq 15. 15-ə. 65 çıxılsın 15. Elədi nə qədər? 50 dərəcə. Aha. 50 dərəcə. Deməli, əlimizdə nə qədər var? 50 dərəcə. Deməli, bu 50 dərəcə buradan bura qədər olan məsafətdə. Aydın oldu. Çünki, baxın, buradan bura 25-dir, buradan da bura 15-dir. Elədi nə qədər? 40 dərəcə. Düzdür, elədi 40 dərəcə. 90-dan da 40-ı çıxıram, tapıram ki, 50 dərəcə. Həqiqətən də bu 50 dərəcə şimal enliyində yerləşir ki, 50, 0, 50 dərəcə buradan bura. Buradan bura 5, 10, 15 elədi 65. Buradan da bura 25 elədi 90, vurduq 111 elədi 9990. İndi bunun alternativ yolu nədir? Digər yolu. AB neçə dərəcədir? 25 dərəcə. 25-i vurdum 111-ə 2775 kilometr. Toplam. A-dan B, B-dən C-yə 15 dərəcədir. 15-i vurdum 111-ə 1665 kilometr. 1665 kilometr. Topladım. Topladım. Deməli, 2775
Üstə 1000, üstə gəlinsin 1665, 4440. Deməli, buradan bura qədər 4440-dır. 4440 kilometrdir. 9990-dan 4440-ı çıxanda qalır 5550. Yəni mən tapdım ki, buradan da bura 5550-dir. İndi mən meyirdən üzrə hərəkət eləmirəm. Böldüm 111 elədi nə qədər? 50 dərəcə. Keçəl Həsən, keçəl. Belə bir şey. Daha sonra əziz həmkarlar. Bakıdan 0 dərəcə azımlıqla 5000, daha sonra 180 dərəcə azımlıqla 2200. Hə, bu maraqlıdır. Bu maraqlıdır. Bu maraqlıdır. Bakıdan əvvəlcə 0 dərəcə azımlıqla. Gəlin Bakını qurağın. Bakını qurduq. Bakıdan əvvəlcə 0 dərəcə azımlıqla. Bu niyə düşdü? Aha. Bakıdan 40 dərəcə şimal enliyi. Əvvəlcə 0 dərəcə azımlıqla nə qədər? 5550 kilometr. Yəni 50 dərəcə. Aydındır bu 50 dərəcə şərq uzunluğudur. Diqqət eləyin. 50 dərəcə şərq uzunluğu. Bakıdan 5550 kilometr gedirsə, bölürəm 111-ə deyirəm neçə dərəcə gedir? 50 dərəcə gedir. 40-ın üstə 50 gələndə gəldi çatdara 90 dərəcə şimal enliyinə. Yəni qütbə. Bura qütbdə. Sonra 180 dərəcə azımlıqla 2220 kilometr. 180 dərəcə azımlıqla haradır? Üzü aşağıdır da, belə. Belə. 2220-ni ayrıdan 111-ə böləndə eləyir nə qədər? 20 dərəcə. Deməli, bu 20 dərəcə aşağı gəlib. Hara gəlib? 90-dan 20 çıxanda hara gəldi çatdı? 70 dərəcə şimal enliyinə. Dəyişən nə oldu? 50 dərəcə şərq uzunluğunun əksində duran meridian hansıdır? Hə? 130 dərəcə qərb uzunluğu. Deməli, bunun çatdığı məntəqə oldu 70 dərəcə şimal enliyi, 130 dərəcə qərb uzunluğu. Aydın oldu. İndi mənə ardıca deyir. Müvafiq olaraq A məntəqəsinin coğrafi koordinatlarını tapdım. 70 dərəcə şimal enliyi, 130 dərəcə qərb uzunluğu və bu məntəqənin Bakıdan hansı istiqamətdə yerləşdiyini tapın. Bakı 40 dərəcə şimal enliyindədir. 70 şimal enliyi ondan hardadır? Şimalda. Rahat da belə də tapa bilərsən. Bakı 50 dərəcə şərq uzunluğundadır. 130 ondan hardadır? Qərbdə. Deməli, bu məntəqə Bakıdan hansı istiqamətdədir? Şimal-qərb istiqamətdədir. Bakı 40 dərəcə şimal enliyindədir. Bu məntəqə Bakıdan hardadır? Şimalda, 70 şimaldadır. Bakı 50 dərəcə şərq uzunluğundadır. 130 qərb. Bakıdan hardadır? Qərbdə. Deməli, bu məntəqə harada yerləşir? Bakıdan şimal-qərbdə. Qəşəng bir sualımız var burada. Diqqət. Hə. 2 dənə qəşəng sual var, buna baxaq. Deməli deyir, ekvator üzərində 110 dərəcə şərq uzunluğundan şərqə doğru. Bu ekvator, dəyərli həmkarlar, ekvator. Bu da 110 dərəcə şərq uzunluğu. Deyir ki, 110 dərəcə şərq uzunluğundan şərqə doğru 11130 kilometr məsafə qət edən bir məntəqə hara çatar? 11130 kilometri 11130 bölürəm 111-ə, buy. 111 tam onda isə çaşdırırlar adam, hə. Deməli, nə qədər elədi? 100 dərəcə. Aha, mən 111-ə böldüm əslində. Yəni 111 tam onda isə 100 dərəcə. Düzdür? Deməli, bu, bir də oxuyuram. Ekvator üzərində 110 dərəcə şərq uzunluğundan şərqə gedib. Bax, ekvator üzərində 110 dərəcə şərq uzunluğundan bax, gedib şərqə. Bax, bu şərq istiqamətə getməkdir. Hə, indi bu 110 dərəcə şərq uzunluğundan şərqə gedəndə, belə deyək, 100 dərəcə şərqə gedib. 70 dərəcə gedib ara çatıb. 180 dərəcəlik meridian. Əlində nə qalıb? 30 dərəcə. 180-dan 30 keçib ara? Qərb yarım kürəsinə. 180 çıxılsın 30 nə edir? 150 dərəcə qərb uzunluğu. Deməli, bu məntəqənin, çatdığı məntəqənin coğrafi koordinatları nə olur? Ekvator 150 dərəcə qərb uzunluğu. Aydın oldu. Ekvator 150 dərəcə qərb uzunluğu var. Ekvator 150 dərəcə qərb uzunluğu. Niyə belə elədi?
Aha, diqqət. Sxemdə AB nöqtələri arasındakı məsafə 4800 kilometr olarsa, bu məntəqələrin yerləşdiyi paralel çevrəsinin uzunluğu. Dəyərli həmkarlar, əziz həmkarlar, görürük ki, A ilə B biri 36 dərəcə qərb uzunluğundadır, biri 24 dərəcə şərq uzunluğundadır. Deməli, 36 24-ü eləyəcək, toplayacaq. 36 üstə 24. Toplam eləyir 60 dərəcə. Və bunun 60 dərəcəsi nə qədərdir? Deyir axı, AB məntəqələri arasındakı məsafə 4800 kilometrdir. 60 dərəcəsi 4800 kilometrdirsə, paralel çevrəsinin tam uzunluğunu soruşmur. 360 dərəcəsi nə qədər eləyər? Tam çevrədə paralel x. Bunun üçün x bərabərdir 360-ı vururam 4800-ə bölürəm 60-a. 66 dəfə 6 8-in 48, 6 4-ün 24, 28, 28800 kilometr. Cavab D variantı. Verilən nöqtələrin hansının üzəri ilə 7000 kilometr şərqə gedilərsə daha az meridianla. Meridianlar arasında ən geniş sardadır, ekvatorda. Sektor deməli, ən az meridiandan keçiriləcək 3-də. Sonra bu da maraqlı sualdır, diqqət. Şəkildə 70 dərəcəlik paraleldə iki məntəqə arasındakı məsafə verilmişdir, uzunluq fərqi verilmişdir. Buna nəzərən 70 dərəcə paralel çevrəsinin uzunluğunu tap. Baxın, dəyərli həmkarlar. 21, 22 dərəcə. Deməli, 1 dərəcə aralarında fərq var. Bunun 1 dərəcəsi 38,2 kilometrdirsə, 1 dərəcəsi 38,2 kilometrdirsə, dedim axı, paralellər tam çevrədir. Bu paralelin ümumi uzunluğunu soruşur. Deməli, bu paralelin ümumi uzunluğunu tapmaq üçün nə etməliyik? Bu 1 dərəcədirsə, vururuq 360-a, tapırıq ki, budur. Nəcət müəllim. Bəli. Bu 30-cu testlərdir bundan əvvəlki. Orada siz necə müəyyən elədiniz ki, ekvatordan az meridian keçər? Ekvatordan az meridian keçmir hocam. Bax hocam, diqqət eləyin. Görürsünüz, bunu bəyək izah elədim. Yəqin gec gəlibsiniz siz. Bax. Yox, indi buradaydım. Müəllimə, bax, bu ekvatorda. Müəllimə, bax, çox xahiş edirəm, son dərəcə diqqətli olun, yaxşı? İndi müəllimə, mən deyiləm sizsiz, siz deyilsiniz mənəm, bax. İki qonşu meridian arasında məsafə harda daha genişdir? 1, 2, 3, 4. Ekvatorda. 2, 3, 4. Necə? Ekvatorda daha genişdir. Ekvatorda. İndi müəllimə, buradan bu paralel üzrə 7000 kilometr getsəm daha çox meridiandan keçərəm, yoxsa bu paralel üzrə 7000 kilometr getsəm daha çox paraleldən keçərəm? Aşağıdan, ekvatordan. Müəllimə, ekvatorda 7000 kilometr getsəm çox paraleldən keçərəm. Bir-birinə sıx olanda daha çox olur da onda. Hada müəllim, onda niyə deyirsən? Ekvatorda sıxdır ki, diqqət eləyin zəhmət olmasa. Deməli, burada daha az meridiandan keçəcək də, dəyərli hocam. Daha az meridiandan keçəcək. Burada daha çox meridiandan keçəcək. Qütbə doğru getdikcə meridianlar arasındakı məsafə nə olur? Daralır. Artır. Ona görə daha çox meridiandan burada keçərik, burada yox. Panyo. Bəli. Çox sağ olun. Siz sağ olun. Müəllimə, bax, qəşəng bir sual var burada, müəllimlər. Coğrafi koordinatları verilmiş məntəqələrdən hansı bir meridian boyunca şimal qütbündən 125 dərəcə uzaqlıqdadır? 125 dərəcə uzaqlıqda olmaq üçün deməli mən 90 dərəcə şimal enliyindən, şimal qütbündə 125 dərəcə aşağı gəlməliyəm, bax. Diqqət eləyin hocam, bax. Sıfıra qədər nə qədərdir? 90 dərəcə. 35 dərəcəm qaldı. Deməli, mən gəldim çatdım ara. 35 dərəcə
cənub enliyinə. İndi siz burada çox vaxtı çoxu belə baxır paralellərə. Bunlar uzunluq kimi verib. 35 cənub enliyi hansıdır? Oy, bu tutqonu. Görürsünüz? 35 cənub enliyin üzərində veribdir. Üstünə də ləkə düşdü. 35 cənub enliyin üzərində verib. Diqqət eləyin, zəhmət olmaz. Görürsünüz? 35 cənub enliyi. Bildiniz necə tapılır? Sonra baxın, dəyərli həmkarlar. Bakı, Pekin. Yəni Bakı 117-dən çıxıb 50-ni vurub 85-10-da. Bakı, Ankara. 50-dən 32-ni çıxıb 18 vurub 85-10-da. Bakı, Madrid. 50 üstə 3 fərqli yarım kürədədir. 53, onda vururuq 85-10-da. Aydın oldu. 85, 10-da. 53-ü vuraq 85-10-da. 4526,2. Aydın oldu. Müəllim, bu hansı test bankıdır? Time. M məntəqəsindən 0 dərəcə azimutla baxın, dəyərli həmkarlar. M məntəqəsinin coğrafi koordinatlarını yazaq. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. 40 dərəcə şimal enliyi, 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Bu oldu M məntəqəsi. M məntəqəsindən 0 dərəcə azimutlar nə qədər? 8325. Meridian üzrə gedir də 8325-i böldüm nəyə? 111-ə, 75 dərəcə. Deməli, 40 dərəcə şimal enliyindən 0 dərəcə azimutla 75 dərəcə şimala gedirəm. Müəllimə, dəyərli həmkarlar, 50 dərəcəsini keçdim, gəldim, ara çatdım. 90 dərəcə şimal enliyinə. Əlimdə 75-dən qaldı 25-ə. 25 də sürüşdüm buradan. 90-dan 25 çıxandara gəlib çatıram. 65 dərəcə şimal enliyinə. Nə deyir ki? İndi bu 50 dərəcə şərq uzunluğu idi. Meridian dəyişəndə, qütbü aşanda 50 şərq uzunluğunun nəfsində duran meridian hansı olur? 130 qərb uzunluğu. 65 şimal enliyi, 130 qərb uzunluğu. Cavab 65 şimal enliyi, 130 qərb uzunluğu D variantı. Qıçım qurudu. Sonra DK məntəqələri. Bir dənə də buna baxaq. Vaxtı daralır. Ekvator üzərində yerləşən, diqqət eləyin zəhmət olmasa, ekvator üzərində yerləşən DK məntəqələri arasındakı məsafə, AC məntəqələri arasındakı məsafədə nə qədər qısadır? Baxıram ki, DK 30 dərəcə. DK nə qədərdir? 30 dərəcə. AC 15, 30. AC 15, 30. 15 dərəcə. 15 dərəcə. AC. İndi neçə dərəcə çoxdur? 15 dərəcə. Səhvi nə deyiliblər, əziz həmkarlar? Ekvator üzərində də, yazıb burada, üzr istəyirəm. İndi müəllimə, DK çıxılsın AC. Nə qədər elədi? 15 dərəcə elədi. İndi meridian üzrədir. 15-i vururam 111-ə. Ekvator üzərindədir, üzr istəyirəm. 15-i vururam 111-ə nə qədər eləyir? 1665 kilometr. Buna aid nə məsələ var? Hamısını həll eləyəcəksiniz. Sonra görək nə qaldı? Bax, məsələn, deyir, 56 cənub enliyi, 56 qərb uzunluğu məntəqəsində yerə bastırılmış ox, yerin mərkəzindən keçməklə hansı coğrafi? 56 cənubdursa, 56 şimaldan keçəcək. 56 qərbdirsə, bunun əksində duran 124 şərqdən keçəcək. 124 şərq, 56 cənub idi, oldu 56 şimal. İfsiyo. Təbii və birmənalı şəkildə. Təbii və birmənalı şəkildə, yəni cənub qütb dairəsi ilə şimal tropik arasındakı məsafə ekvatorun uzunluğundan nə qədər qısadır? Baxarıq müəllimə, bir dənə bunu izah edeyim. Cənub qütb dairəsi. Diqqət eləyin. Cənub qütb dairəsi. Biraz bunu yuxarı. Cənub qütb dairəsi neçədir? 66,5 C.E. Şimal tropiki neçədir? 23,5 şimal 50. Müxtəlif yarımkürələrdə olduğundan 90 dərəcədir. Vurduq 111 elədi 9990. Ekvatorun uzunluğu nə qədərdir? 40.076.
Deməli, ekvator uzunluğundan nə qədər qısaltdır? 40.076-dan çıxıram. 9.990 kilometri. 30.086. Doğru cavab A variantı. Müəllimə neçə dedi? 40 dedi. Ya mən elə eşitdim. Bəli, 40 müəllim. Asan şeydir deyə baxmadım müəllimə. Deməli, cədvəldə ölkənin kənd təsərrüfatı təyinatlı torpaqları verilmişdir. Bu göstəricilərə əsasən dairəvi diaqram hazırlayarkən becərilən torpaqların sektor bucağını tapın. Deməli, əziz həmkar, uyğun sektor bucağıdır bu. Nə edəcəksiniz? Birinci, bunların hamısını hesablayırsınız. 1,9 toplam 2,6 toplam 0,3 üstə gəl 4,8. Nə qədər elədi? 9,6 milyon hektar. Ümumi 9,6 milyon ha. Okey mi? İndi buradan becərilən torpaqlar 1,9 milyon ha. Becərilən torpaqlar 1,9 Mən üzr istəyirəm. Belə orada cəmi verilmişdi mənim. Bir dənə zəhmət olmasa baxın, cəmi 4,8 Ha, cəm 4,8. Üzr istəyirəm. Elə biləm o da nədirsə. Ha, düzdür, olsun. Əhsən. Cəm 4,8-dir. Ümumi 4,8. Elə bildim bu da hansısa bir torpaq deyə oxumadım. 4,8 milyon ha. Becərilən nə qədər? 1,9 milyon ha. Hə. Bunun əgər bizə faiz göstərcisini desəydi, bu 4,8 milyon hektarı 100%, 1,9 milyon hektarı x faiz götürəcəkdik. Amma bizə uyğun sektor bucağı deyir. Sektor bucağında da maksimum bucaq neçədirsə onu götürürük. 4,8 milyon hektar 360 dərəcədirsə becərilən torpağı soruşmur. Becərilən torpaqlar neçə dərəcə olacaq? X. X bərabərdir 1,9 vururam 360-a bölürəm 4,8-ə. 1,9 vurulsun 360 bölünsün 4,8. 142,5. Aydın olduğu müəllimə. 142,5 faiz olacaq. Yenə də deyirəm, faiz göstərcisini deyib də bunu faizlə verib deyə soruşmur. Tutaq ki, bunu verməyib, faizlə də soruşur bunu. Onda siz yazacaqdınız 4,8 milyon hektar 100%. 1,9 milyon hektar neçə faiz? Baxın, 4,8 milyon hektar 100%. 1,9 milyon hektar neçə faiz? X. 1,9'u vuracaqdıq 100'ə. 1,9 vurulsun 100. Bölünsün nəyə? 4,8'ə. Bölünsün 4,8. 39,5. Görsün. Yox. Nə deyib biz? Bir dəqiqə. Becərilən torpaqlar. Mənim telefonda hesablamada vurmadan sonra bərabər qoymayanda düz vermir cavab. Doğrudan 39,5 müəllim. Bir dəqiqə. Qapını örtün zəhmət olmasa. 4,8 milyon hektar 100%. 1,9 milyon hektar x%. 1,9'u vururuq 100'ə. Səhv yazıblar bunu bura. Mən sizə milyon faiz deyirəm ki, bu səhv çıxarılıbdır burada faiz statistikası. Görək bunu. Hə, görək hələ bunu. Görək bunu hələ 2,6'nı düz eləyib. 2,6'nı vuraq 100'ə. Bir dəqiqə. 2,6 vurulsun 100 bölünsün 4,8. 54,1. Mənim o da düz olmaz.